Codera 3.2'nin 24-cü tiplərindən davam edək. Hər tipdən uyğun olaraq birini izah edirəm. Ona uyğun digərlərini tətbiq etməyə çalışın. 64 simvollu minimal əlifba ilə kodlaşdırılmış mətn informasiyasının həcmi 24 kilobitdir. Deməli, burada bizə verilənlərin altından xətt çəkirəm, nələrə ki, diqqət etməliyik. Həcmi 24 kilobitdir. Bu informasiya neçə simvoldan ibarət olduğunu müəyyən edin. Əvvəlcə izaha başlamamış n bərabərdir 2 üstü i düsturunu izah edim sizə. N bu düsturda əgər məsələdə əlifbanın gücü sözü varsa, deməli söhbət n-dən gedir. Əgər məsələdə simvollu, simvol yox ha, simvollu və ya simvollu əlifba sözü varsa, əlifba, yəni söhbət n-dən gedir. Və yaxud da simvolların sayı və yaxud simvolların maksimal sayı sözləri varsa, deməli düsturdakı n-dən söhbət gedir. Buradakı i isə ölçü vahidi həmişə bitdir və bir simvola düşən informasiya miqdarını bildirir. İnformasiya miqdarını. Bundan əlavə həcmlə bir yerdə olan düsturu isə həcm bərabərdir simvol vuraq i düsturudur. Bu iki düsturu yaxşı yadımızda saxlayıb və bunlar arasında əlaqə qurmağa çalışsaq, bu tip məsələlərin hamısını yerinə yetirə bilərik. İndi bizə deyir ki, 64 simvollu minimal əlifba. Dedik, simvollu əlifba sözü varsa, baxın, simvollu əlifba. Deməli, burada düsturdakı n-dir bu. Deməli, n-in yerinə nə yazıram? 64 yazıram. 64 bərabərdir 2 üstü i. Buradan mən i-ni, yəni bir simvola düşən informasiya miqdarını rahatca tapa bilərəm. 64 2 üstü 6-ya bərabərdir. 2 üstü 6 bərabərdir 2 üstü i. Dedik, əsaslar bərabərdirsə, üstlər də bərabərdir. Yəni, i bərabərdir 6-ya. 6 bitə. 6 bit. Artıq mənim i-min qiyməti məlum oldu. Həcmi də verir 24 kilobit. Həcmim var. Həcmin yerinə nə? 24 kilobit. Bax, yazıram əvvəlcə, bunu bilin. Kilobit. Simvolu bilmirəm. Hansı ki, elə məndən onu soruşur. Simvol. Vuraq. I-ni də əvvəlki şərtdən istifadə edib tapdıq. Vuraq 6. Amma fikir verin ki, burada 6-nın yanındakı bitlədir. Amma 24-ün yanındakı kilobitlədir. Onda mən kilobitdən bitə çevirməliyəm. Çünki eyni ölçü vahidlərini gətirməsəm, üzərində hesablama əməli yerinə yetirə bilmərəm. Kilobitdən bitə keçmək üçün vurmalıyıq 2 üstü 10-a. Ölçü vahidlərinin çevrilməsindən bildiyimiz kimi kilobitdən keçdik nəyə? Bitə. Birinci hissə birinci hissə ilə, ikinci hissə ikinci hissəyə keçir. Bunun bit olduğuna görə ikinci hissəsi, birinci hissəsi kilodur, ikinci hissəsində heç nə yoxdur. Yəni, mən kilodan birbaşa olaraq keçirəmsə, kilo 2 üstü 10, yəni 1024 dəfə bir-birinə vurmaq deməkdir. 24 vuraq 2 üstü 10 bərabər oldu, simvol vuraq 6-ya. Buradan simvolu tapası olsaq, simvol bərabərdir 24 vuraq 2 üstü 10 bölək 6 olur. 6 ilə 24 ixtisar gedəndə olur. 4 vuraq 2 üstü 10. 2 üstü 10 1024-dür. 4-ü də 1024-ə vuranda 4096 cavabı almış oluruq. 4096 simvol var imiş. Deməli, doğru cavab variantım olur D variantı. Daha sonra 25 də bu tipdəndir. Sadəcə bunun, belə deyək, tərsini verir bizə. 1024 simvoldan bu səfər simvolu verir. İbarət mətnin informasiya həcmi verir. 3 kilobitdir. Bu informasiyada əlifbanın gücünü tapın. Əlifbanın gücün sözünü görən kimi mən sizə bayaq dedim ki, söhbət n-dən gedir. Yəni, məhsul olanım n-dir. Simvolu verir, həcmi verir. Həm həcm,
həm simvolun iştirak etdiyi düsturu bayaq yazdıq ki, həcm bərabərdir. Simvol vuraq i düsturuna baxmalıyıq. Həcm var, simvol var. Mən buradan i-ni tapmalıyam. Məhsul olanım i-dir. i bərabərdir həcm bölək simvola. Qısaca yazım. Həcmimizin yerində 3 kilobit durur. 3 kilobit. Deməli, mən 3 kilobitdən bitə keçməliyəm. Niyə? Çünki i-miz həmişə ölçü vahidi dedim bitlə olur. Deməli, bayaqki qaydada 3 vuraq 210 kilobitdən bitə keçirəm. Bölürəm simvol sayına. Simvol sayı da 1024-dür. 1024 də 2 üstü 10-a bərabərdir. Deməli, bölək 2 üstü 10. 2 üstü 10'larımız ixtisar gedəndə qalır 3. Deməli, mənim informasiya miqdarım 3 bitə bərabər imiş. Məndən isə tapşırığımın şərtində əlifbanın gücünü, yəni n-i soruşur. N və i ilə əlaqəli olan düstur n bərabərdir 2 üstü i düsturudur. i-ni bildimsə 3-dür. 2-nin üstünə yazıram qüvvətinə 2 üstü 3, yəni bərabər olur 8-ə. Əlifbanın gücü 8 imiş. Doğru cavab olur A variantı. Bu tiplərin hamısı, bax bu iki düsturun bir-biri ilə tətbiq və əlaqəsi vasitəsilə tapmaq olur. Məsələn, baxın 27-ci sualda da simvol var, həcm var, əlifbanın gücünü tapmaq lazımdır. 26-cı tip suala baxaq. 26-cı tip sualda 256 müxtəlif unikal ikilik simvolu kodlaşdırmaq üçün ən azı neçə bitə ehtiyac var? Deməli, artıq 256 müxtəlif simvol dedi. Yəni, n bərabərdir, simvolların sayı bərabərdir 2 üstü i-yə. Neçə bitə ehtiyac var deyirsə, bit görən kimi deyirəm, bu i-dir. N-in yerinə də 256-nı yazmalıyıq, çünki 256 simvol var, maksimal sayı. 256 bərabərdir 2 üstü i-yə. 256 bildiyiniz kimi 2 üstü 8-ə bərabərdir. 2 üstü 8 bərabərdir 2 üstü i-yə. Yəni, buradan i-ni tapmış oluruq 8 bit. Yəni, doğru cavab variantımız olur C variantı. 27 bayaqki 25-24 tipindən olduğuna görə həmin videoda baxıb suallara 27-yə tətbiq etməyə çalışın. Eyni qayda ilə 28-də 1024 sayda deməli 1024 sayda bizdə nə var burada? Qalınlığını bunu biraz incəldək. Müxtəlif söz əldə etmək üçün bu sözlərin hər birinin 5 simvoldan ibarət olduğunu bilərək əlifbanın gücünü tapın. Bu biraz fərqli sual tipidir. Ona görə buna baxmağa ehtiyac var. İndi buna baxaq. 1024 sayda müxtəlif söz əldə etmək olar. Deməli, 1024-ə bərabərdir. Bu sözlərin hər birinin 5 simvoldan ibarət olduğunu bilərək. Sanki 5 simvoldan ibarət müxtəlif hallara aid olan tiplərdəndir. 5 dənə simvol var. 3, 4, 5. 5 dənə qutu ayırırıq. Bu 5 dənə simvolun istifadə etməklə biz 1024 dənə sözü yaza bilərik. 1024 sözü yazmaq olar. Demək, əlifbanın gücünü müəyyən edin. Əlifbanın gücü nədir? Simvolların sayı. Deməli, bilmirəm axı ki, mən burada hansı simvollar var. Bax, yerinə yazıram x. Nə olduğunu bilmirəm. Sadəcə bilirəm ki, 5 simvoldur. Yəni, 5 dənə yerə ayırmışam. 5 qutu kimi nəzərdə tutun. Hər qutuda hansı rəqəmin olduğunu bilmirəm. Amma həmin rəqəmləri bir-birinə vuranda 1024 alınır. Yəni, 1024 belə hal var. 1024 mümkün hal var. X buradan alınır ki, bu x üstü 5 bərabər olur 1024-ə. X üstü 5 bərabərdir. 1024 nədir uşaqlar? Bunu belə deyək. 2 üstü 10-dur bu. Belə deyək. Bunu biz nəyin üstü 5 kimi yaza bilərik? Əsası, bax, burada
Əsası nə yazmalıyam ki, həmin ədədi 5 dəfə öz-özünə vuranda, bir-birinə vuranda 1024-ə bərabər olsun. 4 yaza bilərəmmi uşaqlar? 4-ü 5 dəfə öz-özünə vursaq, 4 qiymətini 5 dəfə öz-özünə vursaq 1024 olar. 4 vuraq 4, vuraq 4, vuraq 4, bir də vuraq 4, 5 dəfə. 4 dəfə 4, 16, 16-nın 16-ya 256-nı da 4-ə vuranda 1024-ə bərabər olmuş olur. Deməli, burada verilən x bərabər oldu, qüvvətlər bərabərdirsə, əsaslar da bərabərdir. X bərabər oldu 4 qiymətinə. Yəni, mən burada x-lərin yerinə artıq 4 yazası olsam, bax, burada 4, 4, 4 mümkün, hərəsində 4 mümkün halla 1024 belə söz yaratmış olaram. Doğru cavab variantı olur A variantı. 28-ci sual istifadə edərək 29-cu sualı özünüz yazmağa çalışın. Burada 4 simvol, 4 qutu bərabərdir. 65536-nı da 2 üstü, yox, 4 simvol deyirsə, artıq 4 üstü kimi göstərək. Bunu da göstərim. Fərqli tiplərdən olduğuna görə. 29-cu sualda artıq 4 simvoldan ibarət deyir. 4 simvol deyirsə, sanki 4 dənə qutu ayırırıq. Bərabər olmalıdır. Yəni, burada hansı simvollar var? Nə var? Bilmirəm. X var bunlarda. Mən bunlardan ibarət, bu simvollardan 65536 sayda müxtəlif söz əldə edə bilərəm. 65536 sayda. O deməkdir ki, bu x üstü 4-ə bərabərdir. X üstü 4 bərabərdir 65536-ya. Deməli, bu x üstü 4 bərabərdir. Mən bu 65536-nı hansı ədəd üstü 4 formasında yaza bilərəm? Yəni, hansı ədədi 4 dəfə öz-özünə vursam 65536-ya bərabər olar. 16 ədədini fikirləşsək ki, bayaq 4 üstü 4 bərabər oldu 1024-ə. Deməli, bu ondan da artıq rəqəmdir. Belə olur ki, 16 vuraq 16, vuraq 16, bir də vuraq 16. 16-nın 16-ya 256, 16 yəni 256, 256-nı 256-ya vuranda edir 65536. Deməli, burada da x-imizin qiyməti bərabər olmuş oldu 16-ya. Doğru cavab oldu B variantı. Məlumat 16 simvoldan ibarətdir. 16 simvoldan ibarət olan minimal əlifba simvolları ilə yazılıb. Məlumatın 120 simvoldan ibarət olduğunu bilərək informasiyanın həcmini tapmalıyıq. Bayaq dedim, simvoldan ibarət minimal əlifba deyirsə, bax, burada yazılan 16 bizim enimizdir. 120 simvol deyirsə, bu isə elə məlum olan simvol sayımızdır. Həcmi tap, yəni düsturdakı h-ı tap deməkdir. Burada isə artıq mən h bərabərdir, simvol, vuraq, i düsturunu tətbiq etməliyəm. Həcmi bilmirəm nədir, simvolu verib 120, i-ni bilmirəm, i-ni də n varsa, n düsturundan tapmalıyam. N bərabərdir 2 üstü i düsturundan tətbiq edib tapıram. Dedik 16, burada olar 16 bərabərdir 2 üstü i-yə. Yəni, i-nin qiyməti bərabər olar 4 bitə, 4-ə. 16 2 üstü 4-dür, bu da 2 üstü i. i oldu 4. Düsturda yerinə qoysam, simvol 120-dir. 120-ni vuraram 4-ə. Cavab eləyər 480, amma bitlə. Bax, sizi çaşdırmaq üçün birinə də byte yazıblar. Byte olmaz. Bit olmalıdır. Ona görə ki, burada i-miz bitdi. Bunu unutmursunuz. Cavab olur B variantı. Yəni, simvolu verir, həcmi verir, əlifbanın gücünü tapmaq üçün əvvəlcə i-ni tapıb, 2-nin üzərinə yazaraq bunu hesablaya bilərsiniz. Bu tiplərin üzərində çox dayanmıram. Özünüz bəzilərinə də tətbiq etməyə çalışın. 32-ci suala baxaq. İşıq tablosundakı lampalar iki vəziyyətdədir. 78 ədəd müxtəlif unikal vəziyyəti kodlaşdırmaq üçün işıq tablosunda ən azı neçə lampa olmalıdır? Bu tipləri tapmaq üçün isə nə etməliyəm? Yenə n bərabərdir
2 üstü i düsturunu tətbiq etməliyim. 78 ədəd vəziyyət deyirsə, deməli, yəni bax bayaq sizə qutular ayırmışdıq, həmin belə deyək, x-lər yazmışdıq ki, bu x-lər nələr olmalıdır ki, burada neçə müxtəlif söz alınsın, neçə müxtəlif vəziyyət deyirsə, neçə müxtəlif söz deyirsə, onda bilin ki, bu tip tətbiq olunur. Burada o deməkdir ki, 78 ədəd alınmalıdır. Bax, burada olmalıdır 78 ədəd. Yəni, artıq mən baxmalıyam ki, n bərabərdir 2 üstü i düsturuna görə 78 bərabərdir 2 üstü i-yə. 2-nin elə bir qüvvəti yoxdur ki, konkret olaraq 78-ə bərabər olsun. Baxın, 2 üstü 0 bərabərdir 1-ə, 2 üstü 1 bərabərdir 2-yə, 2 üstü 2 bərabərdir 4-ə, 2 üstü 3 bərabərdir 8-ə, 2 üstü 4 bərabərdir 16, bir neçəsini yazın, 2 üstü 5 bərabərdir 32-yə, 2 üstü 6 bərabərdir 64-ə və 2 üstü 7 bərabərdir 128-ə. Görürsünüzmü? 2-nin elə bir qüvvəti yoxdur ki, konkret 78-ə bərabər olsun. 78 buradakı ədədlərdən nələrin arasındadır? Baxın, 64 ilə 128-in arasında yerləşir 78. 64 kiçikdir 78-dən, bu da kiçikdir 128-dən qüvvətlərdən. 78 bunların ikisinin arasında yerləşir. Yəni 2 üstü 6 ilə 2 üstü 7-nin arasında yerləşir. 2 üstü 6-nı aşır. 2 üstü 7, belə deyək, 64 dənə qutuya hərəsinə bir alma olmaqla yerləşdirsək, 78 almanı hərəsinə bir qutuya bir alma yerləşdirsəm, 78 dənə almam yerləşmir. 64 dənədən yerdə qalanı qalır. Amma 128 dənə qutum olsa, hərəsinə 78 dənə almanı yerləşdirərəm, hələ əlavə qutularım da qalar. Bax, belə də nəzərinizdə saxlaya bilərsiniz. Deməli, hansı daha böyükdürsə həmin ədəddən, həmin i-ni götürürəm. 2 üstü 7-ni və buradakı i-si də 7-yə bərabər olur. Deməli, 78 bərabər olur 2 üstü 7-yə, buradakı i də bərabər olur 7 bitə. Düzgün cavab olur C variantı. Daha sonra 33 tipinə baxaq. 33 də buna oxşuyur. 33 tipində artıq kompüterin ünvan şini 8 mərtəbəlidir. Yəni 8 kanal var. Hər bir mərtəbə ilə 2 fərqli siqnal ötürmək mümkündür. Ən çox neçə fərqli ünvana məlumat ötürmək mümkündür? Yəni n bərabərdir 2 üstü i düsturunu tətbiq eləyərək bunu tapıram. Artıq ünvan şininin 8 mərtəbəli olduğunu deyir. 2 fərqli siqnalda 2-ni yazdı. Burada olur, bunu belə başa salsam daha yaxşı anlayarsınız. Nəinki düsturla. Gəlin, bax, bunun mənasını başa düşək ki, sonra yadımızda qalsın. 8 mərtəbəlidir. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 mərtəbəli. Hər bir mərtəbə ilə 2 fərqli siqnal ötürülür. İkisi burada, ikisi burada, ikisi burada. Belə hərəsində 2 dənə siqnal ötürülür. Neçə siqnal ötürülmüş olar burada? 2 üstü 8 siqnal ötürmüş olur. 2 üstü 8. Bu da bərabər olmuş olur 556-ya. Yəni düzgün cavab variantımız olur B variantı. Daha sonra baxaq burada. Sonra burada baxaq 34-cü suala. 34-cü sualda 2048 simvoldan ibarət mətn informasiya həcmini 20 fərqli hərf və 5 fərqli işarə simvolları təşkil edir. Bu informasiya ən kiçik əlifba standartı ilə kodlaşdırılarsa, onun həcmini kilobitlə tapın.
Deməli, məhsul olan nədir? Həcmdir. Həcmi bilmirəm. 2048 simvol. Simvolu özü verir. Simvol bərabərdir 2048-ə. Həcm simvoldan ibarət düsturumuz nə idi? Həcm bərabərdir. Simvol vuraq E düsturu. Simvol vuraq E. E düsturundan istifadə etməliyəm. Bəs E-ni nəyə əsasən tapıram? 20 fərqli hərf və 5 fərqli işarə varsa, yəni ikisi bir yerdə 25 fərqli işarə simvolları var. 25 fərqli işarə deyirsə, n bərabər 2 üstü i düsturuna əsasən artıq yəni n nə idi? N simvolların sayı idi. Simvolların sayı. Yəni neçə dənə? Bir var 2048 simvol, 2048 dənə simvol var. Yəni bunun içərisində belə deyək, tutaq ki, o simvolların içində A-lar təkrarlana bilər, B hərfləri təkrarlana bilər. Təkrarlanma nəzərə alınaraq 2048 dənə 1, 2, 3 deyə saysam 2048 simvol var. O bu simvoldur. Bəs bu simvolların sayı nədir? Bu isə bax necə ki Azərbaycan əlifbasına deyirik 32 hərf var. A hərfi bir də təkrarlananda 33-cü hərf yaranmır ki, yəni 32 dənə hərfdən istifadə edib biz söz birləşməsi cümlə yaradırıq. Burada da 20 fərqli hərf, 5 fərqli işarə, cəmi 25 simvol. Onda n25-dir də simvolların sayı 2 üstü i-yə bərabərdir. Buradan i-miz bərabər olur. 25 2-nin qüvvətlərindən 16 ilə 32-nin arasında yerləşir. Dedik ki, özündən böyük qüvvətə yaxınlaşır deyə i-sini nə götürür? 32 2 üstü 5-dir. Deməli, bunun da i-si 5-ə bərabərdir. 5 bitə bərabərdir. Artıq i-ni tapmış oldum. 5 simvolu da verir 2048. Deməli, yazıram 2048 həcmi tapanda vuraq 5. Amma bu bitdir. İ'lər həmişə bit olur. Məndən cavabı kilobitlə istəyir. Bitdən kilobitə keçmək üçün 2 üstü 10-a, yəni 1024-ə bölməliyik. 2 üstü 10 da yaza bilərsiniz, 1024 də yaza bilərsiniz. 1024 ilə 2048 ixtisar gedir, qalır 2. 2 dəfə 5 eləyir 10. Düzgün cavabımız olur. İnformasiya həcmi 10 kilobit. C variantı. 35-ci sual tipinə də baxalım. Belə, 35-ci sualda müəyyən kodlaşdırma sistemində hər bir simvol 3 bayt həcmə malikdir. Yəni, bir dənə simvolun bərabər olur 3 bayta. Deməli, buradan bu sistem ilə kodlaşdırılmış informasiya 2 səhifədən ibarətdir. Birinci səhifədəki informasiya ikincidən 2 dəfə çoxdur. Bax, bu olsun birinci səhifəm, bu olsun ikinci səhifəm. Birinci ikincidən çoxdursa, ikinciyə bir x desək, birinci ondan 2 dəfə çox. Dəfə deyəndə vururuq. Deməli, birincidə 2x olmuşdur. Məlumatın ümumi həcmi 81 baytdır. Deməli, ümumi həcm deyirsə, bax, bunların cəmi nəyə bərabərdir? 81 bayta bərabər. 2x üstəgələ x eləyir 3x bərabərdir 81 bayta. Deməli, buradan 3 vuraq x deyirsə, x simvolun sayıdır, bilmirəm nədir. Neçə dənə simvol olduğunu hələ bilmirəm. Amma bir simvolum 3 baytdırsa, bu 3 topladığımız 3'dür. 3x olduğu kimi yazıram. Bir simvolumda 3 baytdır deyək. Təzədən bunu bir də vururam 3'ə. Bərabər olur 31 deyirəm, 81 bayta. Yenə deyirəm, bu 3, bax bu 3'dür. Bir simvolun 3 bayta bərabər olduğu 3'dür. Bu 3 isə burada cəmlədiyim 3'dür. Deməli oldu 9x bərabərdir 81, x də bərabər oldu 9-a. X-i tapdıq 9. Sonra sualda deyir, birinci və ikinci səhifədə olan simvolların sayı. X-i 9 tapdımsa, buna uyğun olaraq birinci səhifədə dedik 2x. X-in yerinə nə yazırıq? 9. 2 vuraq 9. Birinci səhifədə oldu 18. İkinci səhifədə x, yəni elə 9-un özü. Birinci səhifədə 18, ikinci səhifədə də 9 simvol var imiş.
Düzgün variant olur B variantı. 36 tipinə baxaq. Halbuki izah etmişəm, amma yenə də bir daha da təkrara ehtiyac ola bilər. 36. Kompüterin ünvan şini 8 mərtəbəlidir. Bayaq sanki bu tipdən izah etdim. Deyəsən, hə. 33 tipindən də, onda buna vaxt itkisiz sərf etməyək, həm də ki, özünüz də bir tətbiq etməyə çalışın, əliniz, gözünüz öyrəşsin deyə. Deməli, indi baxaq fərqli nə var. Baxaq burada 37 tipinə. İnformasiyanı kodlaşdırmaq üçün LED lampalardan istifadə olunur. Hər bir LED lampa qırmızı, göy, yaşıl rəngli əlavə olaraq sönmüş. Deməli, qırmızı bir rəng, göy 2 rəng, yaşıl 3, əlavə olaraq sönmüş, bu da 4-cü vəziyyətdir. Yəni 4 vəziyyəti ola bilər. 300 müxtəlif siqnalı ifadə etmək üçün ən azı neçə LED lampa istifadə olunur? Yəni, n bərabərdir 2 üstü i düsturuna görə 300 müxtəlif siqnal deyirsə 300 bərabərdir 2 üstü i 2 üstü yox 4 müxtəlif vəziyyət deyirsə artıq bu olacaq 4 müxtəlif vəziyyət deyir. 4 müxtəlif vəziyyət deyirsə artıq bu olur 4 üstü. Yox, bunu silim. Yəni, axı 4 vəziyyət var, 2 vəziyyət yoxdur. 300 bərabərdir 4 üstü x-lə. Deməli, hər bir LED lampa bu vəziyyətdə ola bilər. 4 vəziyyətdən birində ola bilər. Bunu 4 üstü neçə kimi göstərməliyəm, yəni. 4 üstü neçə kimi yazsaq 300-ü bərabər olar. Belə yazaq, 4 vuraq 4 yazsaq 16. Bir də 4-ə vursaq 64. Bir də 4-ə vursaq 256. Bu da 256-dan artıqdır deyə bir də 4-ə vurmalı oluruq. Yəni, bax, 4 vəziyyət 4 üstü 4 yazsam 256 olur. 300 256-nı aşır. Çoxdur deyə bu 4 üstü 5 ola bilər. Yəni, 5 dənə LED lampanı istifadə edə bilərəm. Doğru cavab variantı olur C variantı. Daha sonra indi keçirik 38 tipinə baxmağa. 38 fərqli suallardan biridir. Buna da bir baxaq. 8 simvollu minimal əlifba ilə minimal əlifba, simvollu əlifba sözünü görən kimi deyirik. Bu nədir? Bu n-dir. Kodlaşdırılmış sözün ikilik kodu aşağıdakı formadadır və verilmiş 3 sözdən birini ifadə edir. Belə bir kod var. Hansı bu sözlərdən hansını ifadə edir? Əvvəlcə onu tapmalıyıq. Sonra ona əsasən görürsünüz, eyni hərflərdən, eyni simvollardan ibarətdir. Bu sözün ikilik kodunu taparıq. Deməli, burada birinci hardan başlamalıyam? Birinci başlamalıyam ki, baxın, tutaq ki, mən bunu iki simvolla belə deyək, gəlin saysaq, 3 sözdən biri 8 simvollu əlifba. 8 simvollu əlifba deyirsə, dedik onda n-dir də bu. N bərabərdir 2 üstü i düsturunu tətbiq edirəm. Hardan bildim? Simvollu əlifba sözünü görə kimi dedim bu n-dir. Onda 8 bərabərdir 2 üstü i-yə. Yəni, buradakı i də bərabərdir 3-ə, 3 bitə. Yəni, bir simvolun 3 bitə bərabərdir. İkilik say sistemini bir dənə 0 ya da bir dənə 1 hərəsi 1 bit verir. Burada da 3 bitdir deyə mən bunu 3 ayırmalı olduğumun qənaətinə gəlirəm. 3 ayıraq. 1, 2, 3 1, 2, 3 1, 2, 3 1, 2, 3 bu da 3. Fikir verin. 100 ilə başlayır, belə deyək, 1, 0, 0 ilə başlayır, 1, 1, 0 ilə bitir. Deməli, bu eyni hərflə başlayıb, eyni hərflə bitmir. Məsələn, birinci palam sözünə baxsaq, görərik ki, ikinci simvoluna dördüncü simvolu eyni olmalıdır. Bu birinci simvolu, ikinci simvolu, üçüncü simvolu, dördüncü simvolu. İkinci ilə dördüncü eyni olmalıdır. İkinci 1, 1, 0-dır, dördüncü də 1, 1, 1, başqa simvollardır. Deməli, bu söz deyil. Burada da ikinci simvolla 3, 4, 5-ci simvolu eyni olmalıdır. İkinci simvol 110-dur, 5-ci simvol da 110-dur. Eynidirsə,
Deməli ki, bu palma sözüdür. Burada da birinci simvoldan 2, 3, dördüncü simvolu eynidir. Birinci simvol 1, 0, 0'dır. Dördüncü simvol 1, 1, 1. Yəni eyni deyil. Deməli, bu ikilik kod palma sözünün ikilik koduymuş. İndi L hərfi 1, 2, 3-cü simvoldur. Burada da 1, 2, 3-cü simvol nə olur? 0, 0, 1. Lampa sözünün birincisi olur 0, 0, 1. Niyə? Çünki bu L-nın kodu oldu. A-nın ikilik kodu A hərfi palma sözündə ikinci yerdə dururdu. Deməli, A hərfi 1, 1, 0 imiş. Yazırıq ardınca 1, 1, 0. Bu L-dır, bu A-dır. Sonra gəlir M hərfi. Palma sözündə M dördüncü simvolu. Dördüncü yerdə durur 1, 1, 1. 1, 1, 1. İndi P hərfini yazmaq istəsəm, P da birinci simvolu idi. Yəni 1, 0, 0. 1, 0, 0. Bir dənə də A hərfi. A hərfini burada da yazmışıq. Olur 1, 1, 0. Bu A hərfidir. İndi bu ardıcıllıq görək hansı variantda var? 0, 0, 1 ilə başlamalıdır. Bunlar deyil. 0, 0, 1 burada başlayır. Sonra 110. Cavab olur B variantı. 38 tipi maraqlı bir sual idi. 39 tipinə baxaq. Ravil müəllim arxiv sənədlərinin arasında aşağıdakı şəkildə belə bir şəkildə kod tapır. Bu kodu Gündüz müəllimə göstərir və Gündüz müəllim kodun ikilik kod olduğunu müəyyən edir. Bu kodun hansısa sözü ifadə etdiyini düşünürlər və araşdırma aparırlar. Həmin sənədin analoqunu tapıb, analoqda qeyd olunmuş sözlərin əks olunduğunu görürlər. Verilmiş ikilik kod hansı sözü ifadə edə bilər? Bunu necə eləyə bilərik? Baxırıq, sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21. Burada 21 bit məlumat var. 21 bit, 21 bit məlumat var. İndi belə. Buradan hansı yanaşmanı eləyə bilərik? Məsələn, baxın, bunun başlanğıcı da 1-1-0 ilə başlayır. Sonu da 1-1-0 ilə bitir. Deməli, bu eyni bir simvolla başlayıb. Eyni simvolla da bitməlidir. Sözlərdə bax, şagird sözü ş ilə başlayır, d ilə bitir. Eyni simvol deyil. Eyni simvolla B variantındadır. M hərfi ilə başlayır, M hərfindən də bitir. Yəni, eyni koddursa, eyni də simvoldur. Ona görə cavab olur B variantı. Heç orada bit sayına ehtiyac yox imiş. 40-cı sual tipinə baxaq. 40-cı sual tipimizdə ikilik kodu verir. Bu sözün tapmağı tələb edir bizdən. Yəni, bizə də belə bir şərt verir ki, sözün mənası olmaya da bilər. Diqqətli olmaq lazımdır. Belə. İndi başlayaq. Burada da bizə kodlar verir. Baxın, 0, 1 ilə başlayır. Deyirəm ki, 2 simvol yox, 3 simvolla böləsi olsam 0, 1, 1. Elə bir kod yoxdur. Deməli, bu 0, 1 ilə başlayıb. 0, 1 ilə başlayan cədvəlimdə M hərfidir. Deməli, bu nə ilə başlayır? M hərfindən başlamalıdır. Y variantı getdi. M ilə başladı. M-dan sonra, buradan bu xətti silək. M hərfindən sonra 1, 1, 2, 1 yaza bilərəm, ya da 3 dənə 1 yaza bilərəm. 2 dənə 1 görürəm cədvəlimdə yoxdur, 3 dənə 1 var. Onda gəlir Ü hərfi. M, sonra Ü hərfi. Bu variantda gedir, bu variantda gedir. Çünki M-dan sonra Ü gəlməlidir. Sonra 1, 0, 1. M, Ü, sonra 1, 0 yazası olsam, 1, 0 ki var. M, Ü, sonra F gəlməlidir, düzdür? Elə bir variant da yoxdur. M, Ü, F olsun. Deməli, bu 1, 0, 1 imiş. Yəni, Ə hərfi imiş. M, Ü, Ə. Sonra 1, 0, yəni F deyə bir variant yoxdur. Onda 1, 0, 0. Yəni, bu 1, 0, 0-da olar L hərfi. L hərfi. Yenə 1, 0, 0 gəlir. Yəni, L hərfi. Sonra 0, 1, 0. Baxın, bu da i-ni göstərir. İ.
və sonda da 0-1, yəni 0-1 ilə başladığı üçün M hərfi olur. Olur cavab D variantı, müəllim sözü. 41-ci sual da bu simvol tiplərindəndir. İndi buna baxaq. 41-ci suala baxaq. Verilmiş belə bir kod var. Bu informasiyanın iki simvolu eynidir. İki dənəsi eynidir. Verilmiş ikilik kodda ən azı neçə simvol var? İki kodu, iki dənəsi eynidir. Bayaqki kimi 2-2 baxsaq, birinci 0-1 ilə baxas olsam, 0-1. Bunu deyirəm, necə ayıraq ki, bunu da 11 kimi, burada 0-0-1, 0-0-1, iki simvol eynidir deyirsə, onda bunu da 0-1 kimi ayırsam, 1-1-1 kimi ayıram. Niyə belə ayırdım? Çünki deyir, iki simvolu eynidir. Bax, məsələn, burada 0-0-1, yəni 0-0-1. Buna bir A simvolu desəm, bu da olur A simvolu. 0-1-ə bir B simvolu desəm, burada da 0-1 var, bu da olur bir B simvolu. Bu 1-1'dir, buna bir C simvolu deyəm, bu da 1-1-1'dir, buna da bir D simvolu deyərəm. İki dənə simvolu eyni oldu. A, deməli, verilmiş ikilik kodda ən az neçə simvol olar? Aha. 4 simvol eyni olmuş oldu. Belə ayırsam, 2 simvol, 1, 2, 3, 4, 4 simvol olmuş olur. 2 simvol, onda bunu belə yazmalıyıq. 4 simvol olmuş olur. Elə etməliyik ki, bu 2 simvol olsun. Bunu ayırsaq bu şəkildə 0, 1, 110 formasında ayırsam yox. Bunu belə 11 formasında ayırsam bir simvol 110, 11, 0, 0, 0, 11, 0, 11. Bu şəkildə ayıra bilərəm ki, 2 dənə olsun, çünki sonra 4 dənə olur. 0, 11, baxın, burada da var 0, 11, bu artıq 11 olur. Bunu da belə ayıra bilərəm ki, 100, bunu da məsələn 1001 kimi də 1001 kimi. 011 bu olur bir A simvolu. Bu da olur 011. Buna da bir A simvolu deyirəm. 100 buna B simvolu. 1001 buna bir C simvolu. 11 buna da bir D simvolu. Birinci dəfə ayıranda gördünüz uşaqlar 4 dənə simvol eyni oldu. 2 dənə A, 2 dənə də B oldu. 4 simvol eyni oldu. Burada dedi 2 simvol eyni olsun. Baxın, A simvolu, bir də A simvolu. 2 dənəsi eyni oldu. Bu artıq bu verilmiş şərti ödədi. Verilmiş ikilik kodda ən azı neçə simvol var? Neçə simvol oldu? A simvolu, B simvolu, C simvolu, bir də A yazdıq, bir də D yazdıq. Neçə eyni demir? Cəmi neçə simvol var? A, B, C, A bir də təkrarlanır. A, bir də D. Neçədən oldu? 5-dən oldu. Düzgün cavab variantı olur D variantı. Biraz çaşdırıcı sualdır, amma maraqlı suallardandır. Baxırıq növbəti 42-ci sualımıza. 42-ci sualda avtomatik qurğu 8 simvollu şifrə tərtib edir. 8 simvollu 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə yer ayırırıq. Şifrənin ilk 4 simvolu 1, 2, 3, 4. Bax, buradan belə 4 simvolu. Azərbaycan əlifbasının yalnız böyük hərflər. Azərbaycan əlifbasında 32 hərf var. 32 dənə böyük, 32 dənə də kiçik hərf var. Yalnız böyük hərfləri. Deməli, burada 32 dənə hərfimizdən biri olar. Burada 32 dənədən biri olar. Artıq orada təkrarlanmayan sözü işlənmir deyə mən 32 dənədən istənilən birini bura yaza bilərəm. Daha sonra yerdə qalanlarda, yəni qalan 4-ü isə onluq say sisteminin tək rəqəmləri. Onluq say sisteminin tək rəqəmləri deyəndə hansılardır? 1, 3, 5, 7 və 9.
Tək rəqəmləri bunlardır. 1, 2, 3, 4, 5 dənə. Yəni mən burada 5-indən bu 5-indən birini yazaram. Bu 5-indən birini, 5-indən birini. Yəni deyirəm, təkrarlanmayan sözü yoxdur deyə. Ona görə mən yaza bilərəm. Yəni bura mən 1, 3, 5, 7, 9, eyni qaydada bura hansı birini istəsəm yaza bilərəm. Deməli, bu. Bu qurğu ilə ən çoxu neçə fərqli şifrə tərtib edə bilərəm? Bu olur 32 üstü 4. Buradan olur 32 üstü 4. Vuraq. Burada da olur 5 üstü 4. Düzgün cavab variantımız olur Y variantı. 43-cü suala baxaq. 43-cü suala daha diqqətli olun. Uşaqların çox vaxt yanıldığı hissə bu olur. Hər hansı x sayda simvoldan ibarət olan məlumat ASCII standartından 4096 simvollu minimal əlifba standartına keçirilən zaman, baxın, simvollu sözünü görən kimi deyirəm, bu nədir? N-dir. N və varsa 2 üstü i düsturu var deməli. 4096, hələ heç məsələni tam oxumamış, bunu çıxardırıq ki, 4096 2 üstü i-yə bərabərdir. 4096 2 üstü 12-dir. Deməli, buradakı i-m, yəni informasiya miqdarım nəyə bərabərdir? 12 bitə bərabərdir. Hələ elə buradanca bunu tapıram. ASCII standartında isə bir simvolumuz yadınızdadırsa 1 baytdır. ASCII-də bir simvol 1 baytdır. Yəni 1 baytımız da 8 bitdir. ASCII-də də 8 bit informasiya. Bir simvol 8 bit informasiya miqdarına malikdir. İndi ASCII-dən, yəni 8 bitlikdən 12 bitliyə keçən zaman həcm 60 bayt artmışdır. Birinci də ASCII-də olanda uşaqlar, əvvəlcə ASCII-də o 8 bitlikdə olanda həcm deyirsə, həcm düsturu nətər idi? Simvol vuraq i düsturu idi. ASCII-də i nəyə bərabərdir? 8-ə. Simvolu da özü burada deyir ki, x saydadır, olsun x sayda. Həcmdə həcm yazıram. Həcm olsun belə. Daha sonra deyir, eyni simvol sayı dəyişməyib. Eyni simvol x eyni cürdür. Amma keçmişəm 12 bitlik 4096 simvolluğa. Artıq 8 olub 12. 12 bit. Bu zaman isə həcm 60 bayt artıb. Köhnə həcm 60 bayt artıb. Artmaq demək üstünə gəlmək demək. 60 bayt artıb. Mən buradan bunları tərəf-tərəfə bölsəm, niyə bölürəm? Buradan x-i tapım ki, simvolu tapım ki, mən bu simvolu Unicode əlifbasında həcmini göstərə bilim. Tərəf-tərəfə bölsəm, onda yazaram ki, həcm bölək, həcm üstə gələk 60 bərabərdir. Bu olur 8x, bu da olur 12x. İxtisarlarımı aparıram və qarşı-qarşıya, burada da ixtisar aparıram. Bunu 4-ə bölsəm 2, 4-ə bölsəm 3, işimi asanlaşdırmaq üçün. Tənasüblə vururam. 3 həcm bərabərdir 2 həcm üstə gələk. 2 həcm üstə gələk. 2-ni də 60-a vururam, olur 120. Məlumlar, məhsullar bir tərəfə qalır. Həcm bərabərdir 120. Həcmi tapdıq buradan 120. Həcm 120-dirsə, baxın burada, baxın burada həcm 120-dir. Bax, həcmin yerinə yazıram 120. 120 bərabərdir x vuraq 8. Yəni mən buradan x-i tapmaq üçün 120-ni bölməliyəm 8-ə. Bərabərdir. 12-nin içində 8 bir dəfə, 40-ın içərisində 5 dəfə. Deməli, burada x, yəni simvol 15 dənəymiş. 15 simvol var imiş. Unicode əlifba standartına keçəndə ASCII-də bir simvolun 1 bayt olduğu kimi, yəni 8 bit, Unicode-da 2-yə vururam. Amma unutmayın ki, ASCII ilə Unicode-un arasında, Unicode-a keçəndə informasiyanın həcmi artır. Simvol sayı dəyişmir. Bunu qayda kimi yadımızda saxlayırıq. Simvol sayı dəyişmir, həcm dəyişir. Bu x ASCII-də olan idi birinci. 15 simvol var idisə, Unicode-a keçəndə 15-i vururam 2-yə, eləyir 30. Neçə bayt olar? İnformasiya həcmi neçə bayt olar? Burada olur 30.
Burada uşaqlar baytlandısa 30 baytdır. Yəqin ki, tapşırığın şərtində bit yazmaq istəyir cavablara görə. Bitə çevirəndə artıq 30-u vururam 8-ə. Bu da eləyir 240 bit. Bitlə olsa cavab olur B variantı. Amma tapşırıqda bax burada problem var. Bayt yazıbca cavab 30 olur. Bitlə olsa, hə, onda olur 240 bit. Bu da olur 43-cü sual. 44-cü suala da baxaq. Əlifbanın gücü, yəni bu cərgədə olanlar n-lərimizdir. Bir simvolun informasiya miqdarı da i-lərimizdir. Düstur tətbiq edirik. N bərabərdir 2 üstü i düsturu. 61 2 üstü neçəyə bərabərdir? 61 32 ilə 64-ün arasındadır. 32 kiçikdir 61-dən, o da kiçikdir 64-dən. Özündən böyük olan qüvvətə yaxınlaşdırıram. Yəni 2 üstü 6-ya. Olur nə? 6 bit. 61 oldu 6 bit. Eyni qaydada 128 bərabərdir 2 üstü i-yə. 128 də 2 üstü 7-dir. Olur 7 bit. 1025. 1025 isə 1024 ilə 1024 ilə 1025 nəyin arasındadır? 2048-in. Bu qüvvətləri bayaqki misalın birində yazmışdım. Yəni 2 üstü 10-dan 2 üstü 11-in arasındadır. Hansına daha 2 üstü 1024 dənə qutuya 1025 tək-tək qoysa 1025 alma sığmaz axı 2048 qutu lazımdır. Ona görə olur nə? 11 bit. Bu 1025 də olur 11 bit. Deməli 1 oldu A, 1A, 2 Y, 3 də D. 1A, 2Y, 3D. Düzgün cavab olur B variantı. Bu qədər uşaqlar.